şey yoktur. Ona göre de bu hakimiyetin sonu olmalıdır. Bu bir noktada bir son olmalıdır da. Haçana kimi bu hökmranlıq sürəcək? Haçana kimi quldur rejim insanların ciblərini girib başka ölkələrdə, mən bunu dəfələrlə vurğulayıram. Yəni bilməyən insanlar, özləri toyluğa qoyan insanlara da çatdırıram ki, bu rejim insanların qanını içir. Əliyevlər, Paşayevlər bir ailənin 5 üzvü 11 milyon insanı sarıyıb. 11 milyon insana değer vermir. Başa düşdünüz? 11 milyon insana değer vermir. 11 milyon insanın cəmi 500 bini ayağa qalxır. O da tam ayağa qalxmaq demək deyil. Bu günləri Avropada 2 milyon yarımdan çox Avropada qaçqın məskunlaşır. Və qaçqın məskunlaşır